Banklarda kredit faizlərində artım müşahidə edilir. Globalinfo.az Xəzər TV-yə istinadən məlumat verir ki, keçən il kreditləri 11-17 faizlə təklif edən banklar hazırda kreditləri meyarlardan asılı olaraq minimum 18 faizdən başlayaraq təqdim edirlər. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, kredit faizlərində müşahidə edilən artım Mərkəzi Bankın apardığı sərt pul kredit siyasəti ilə bağlıdır. Belə ki, banklar əhalidən daha çox vəsait cəlb etmək üçün əmanət faizlərini yüksəldirlər. Bu isə banklar üçün vəsaitin maya dəyərinin artması deməkdir. Nəticədə banklar baha başa gələn vəsaiti kredit şəklində daha yüksək faizlə təqdim edirlər ki, bu da kredit faizlərinin artmasına səbəb olur. Kərimli qeyd edib ki, Mərkəzi Bank inflyasiya risklərinin hələ də tam aradan qalxdığını hesab etmədiyi üçün faiz dərəcələrinin azaldılmasına tələsmir. Bu şəraitdə kredit faizlərinin yaxın dövrdə enəcəyi gözlənilmir. İqtisadçının fikrincə, təxminən 3 il öncə başlanan sərtləşdirmə tədbirlərinin real nəticələri məhz indi daha aydın hiss olunur. Bu isə pul kredit siyasətinin iqtisadiyyata təsirinin gecikməklə baş verdiyini bir daha sübut edir.